Göy Tanrı Türk soyunun birləşməsi yolunda cəng edən, şəhid olan, qurban gedən ərilərini, xatunlarını əbədi yaşar müqəddəs ay ulduz dərgahında bugün də yaşatmaqdadır. Biz onları hər gün göydə görürük deyə hörmətlə anırıq. Biz köçümüzlə, oturaq şəhərlərimizlə, mədəniyyətimizlə, törəmizlə, dilimizlə dünya tarixini yaratdıq. Yerin coğrafyasını müəyyən etdik. Biz çayların axarını dəyişdik, qılıncımızla və yazımızla yeni dövlətlər, yeni xalqlar yaratdıq. Biz milli kimliyimizi unudub Tanrının ordusu olduq. Bir gün isə özümüzü xatırladıq. Kəndinə dön əmrini aldıq. Bu əmri bizə Göytürk kitabələrində Xaqan babamız verdi. Bugün də əmrə rəğmən özümüzə dönürük. Bunu etmək elə də asan deyil. Bizi əsrlər boyu özümüz olmağa qoymayan, böyüklüyümüzə əngəl olan yüzlərlə amil düşünüldü. Bu amillərdən biri də ortaq əlifba müşkülüdür. Biz hələ də vahid əlifbaya, ortaq ünsiyyət dilinə malik deyilik. Biz hələ də ortaq Türk tarixi dərsliyini yazmamışıq. Ortaq Türk tarixi yazılmalı. Ortaq Türk tədris modeli vasitəsilə cümlə Türk respublikalarında bugün tədris edilməlidir. Əbədi birliyin təməli milli yaddaşımızdır. Milli yaddaş isə biliyə söykənir. Ulu babamız Bilgə Xaqanın bilgəliyi bizə mirasdır. Birlik daha sonra mətndən əlifbadan başlanır. Biz kitab, yazı əhliydik, sonradan dil, ləhcə bölündük. Qılıncımızın gücünə müxtəlif coğrafiyalarda dövlətlər qurduq. Dünya bizə dar gəldi. Maraqlarımız nəhayətdə biri-birimizlə, özümüzlə toqquşdu. Aramıza yad hərflər girdilər, yad ideolojiyalara tapındıq və bütöv ikən parça-parça bölündük. Ötükəndən ötə-ötə əlifba fərqli hərflərə çevrildik. Amma nə yaxşı ki, elmi qeybdən anlayan, qurduğumuz dövlətlər qədər əlifbalar yaratmış bilgələrimiz də doğuldu. Divan-ı Lüğati Türkü yazdıq, manası yaratdıq, Orxon abidələrini Dədə Qorqudu, Gilgamışı sazla oxuduq. Ağırtın başı Alagül Altaycaq